Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərini 24 noyabrdan 1 dekabra doğru nələr gözləyir? Oğlaqlar bu həftə pilləkən kimi düşünün həyatınızı. Yəni siz nə qədər sağlam şəkildə addımlarınızı atsanız, pillələrinizi atsanız, bu həftə daha uğurlu bir məqamda özünüzü gücləndirə bilərsiniz. Bilirsiniz maraqlısı olan nədir? Keçmişdən gələcəyə doğru bəzi gizli nüansların hər pillədə ortaya çıxması. Yəni bu həftə həyatınızda olan bəzi insanlar olacaq ki, həmin insanların sizə doğru belə deyim də əsl simalarını görəcəksiniz. Çünki bu həftə həm səs-sədalar vasitəsilə, həm belə deyim də evrənin özünün təsiri nəticəsində ətrafınızda belə deyim də bütün puzzle'ları özünüz toplamağı bacaracaqsınız. Bu həftə oğlaqlar hamiləliklə əlaqədar, övladla əlaqədar, nə istəyirsə sağlamlıqla əlaqədar çox uğurlu zamanda özünüzü o tərəfə doğru aktivləşdirə bilərsiniz. Sevgi şəxsiyyətinə əlaqədar olaraq oğlaqlar belə deyim də ailə, sevgi şəxsiyyətinə əlaqədar həftənin sonlarına doğru enerjinizi o tərəfə döndərməyiniz, enerjinizi o tərəfdən aktivləşdirməyiniz daha uğurlu bir məqamdadır. Bilirsiniz necə bu həftə olacaqsınız? O şövalyələr olur, istəklərinə görə dünyanı idarə edib, istəklərə görə sürətini artırın. Siz həmin insan olacaqsınız oğlaqlar bu həftə, amma bacardığınız qədər bu həftənin ən səbirli və təmkinli insanların biri olmalısınız. Çünki bu pləkanlar sizə elə belə qoyulmur. Həmin pləkanlar addımlamaqda sizdən asılı vəziyyətdədir və qarşılıqlı danışıq nəticəsində bu həftə nəsə etmək istəyirsə edəcəyiniz insanların üzbəüz qarşılıqlı danışıq nəticəsində özünüzü aktivləşdirə bilərsiniz. Özünüzü yeni bir alana doğru apara bilərsiniz və pozitiv bir vəziyyətdə özünüzü gücləndirməyə bacaracaqsınız. Pis həftə deyil, çünki sağlamlıq və özünüzün nə qədər nə yarımçıqlar varsa bu həftə onu aktivləşdirə bilərsiniz. Narahatçı bir məqam deyil, sadəcə qəribə bir məqam var. Oğlaqlar, kürək və onurğa sisteminizdə arxaya doğru bədəninizi stabilləşdirə biləcəyiniz bəzi fəqirlər, bəzi sinirsel toxumalarda problemlər var. Bacardığınız qədər onları aktivləşdirməyə çalışın. Qulaq enerjilərinizdə də, qulaq, səs, səda enerjilərinizdə də problem var. Bunları aktivləşdirin, ümumi 72% qədər həftənizi uğurlu edə bilərsiniz. Həftənin mən hər zaman severək danışdığım buğalardır. Buğalar bu həftənin belə deyim də ən ədalətli insanları sizsiniz. Hər şey o qədər təmkinlə, o qədər ədalətlə, o qədər ağılla idarə etməyə bacaracaqsınız ki, insanların sizə qarşı belə heyrətli olacaq da, heyrətlə sizi izləməyə çalışacaqlar. Sevgi şəxsiyyət həftəsidir buğalar. Bu həftə pul maddiyyatın dalınca qaçmağa ehtiyac yoxdur. Sevgi şəxsiyyətlə əlaqədar özünüzü aktivləşdirə bilərsiniz. Özünüzü yeni bir alana doğru belə deyim gücləndirə bilərsiniz. Buğa kişiləri bu həftə öz qüdrətinizi, öz gücünüzü, öz krallığınızı, özünüzün söz haqqı olduğunu yüksək səviyyədə göstərməyə bacaracaqsınız və həftənin sonlarına doğru istədiyiniz insanlarla aktivləşməyi belə deyim də tam yüksək səviyyədə bacaracaqsınız. Sadəcə burada narahat edici bir məqam nədir? Zamanınızı düzgün idarə edə bilməməzlik. Bu həftə zamanınızı düzgün idarə edə bilsəz, hər şeyi istədiyiniz şəkildə aparmağa bacaracaqsınız. Çünki ədalətdən ödünc verməyəcəksiniz. İnsanların yerinə keçib özünüzü onlarla bərabər dəyərləndirməyə bacaracaqsınız. Və ən çox da sevgi şəxsiyyətdə tək olan buğalar varsa, bu həftə həyatınıza elə bir insanlar çıxa bilər ki, sizi əla bilər, sizi bütövləndirib sizin dünyanıza sahib olacaq bəzi insanlar var. Sağlamlıqla əlaqədar məni çox da narahat edən bir məqam yoxdur. Sadəcə mədə, ciyər sistemi, ağciyər mədə sistemimizdə bir balaca cüzi bir narahatçılıqlar var. O da ola bilər öskürək və yaxud da nəsə sistemdir, bu sistemdir. 4-cü çakralarda problemlər olsun, amma buna baxmayaraq qorxulu bir vəziyyət deyil. 87-86%-ə qədər həftənizi uğurlu edə bilərsiniz buğalar. Çünki hər zaman deyirəm, buğaların dəyişkənliyi, buğaların buqələmon vəziyyəti onları hər zaman qabağa çəkməyi bacaracaq. Qız bürclərinə gələndə isə bu həftə qız bürclər çox düşüncəlisiniz. Hər şeyi çox dərin düşünməyə çalışacaqsınız. Bir gün şir olacaqsınız, bir gün normal insan olacaqsınız, bir gün bir zaman çərçivəsinə doğru at kimi sürətlənməyə çalışacaqsınız. Amma bu həftə bacarırsınızsa, şəxsiyyətlə əlaqədar çox şey qurcalamayın. Şəxsiyyətlə əlaqədar gizli olan nüanslar sizə ən çox da sağlamlıqla əlaqədar problemlər yarada bilər. Bədəninizi və ruhsal enerjinizi bu həftə çox qidalandırmaz. Yəni zaten pul ətrafınızda var. Belə deyim də ayın 29-undan sonra pul maddiyyat enerjiniz zaten sizə doğru aktiv formada gəlməyə başlayacaq. Ruhunuzu dincəldən işlərlə məşğul olun. Toxuma ola bilər, rəsm ola bilər, nə bilim, nəsə, nə xoşunuza gəlirsə. Çünki kartlar göstərir ki, ruhunuzu dincəltməlisiniz bu həftə. Beyninizi, ruhunuzu stabilləşdirməlisiniz. Çünki yenə deyirəm, pul maddiyyat enerjisi zaten sizin həyatınızdədir. Rəqs enerjinizi, bədən enerjinizin dövriyyəsini gücləndirməyə çalışın, sosiallığınızı aktivləşdirməyə çalışın. Pis həftə deyil, çox düşünməyi və sizin ruhunuzu qocatmış bir vəziyyətə sala bilər qız bürclər. Bu qədər düşünməyə ehtiyac yoxdur. Çünki düşüncələrlə əhatə olunduqca bizim 6-cı, 7-ci çakralarımız, fəzavi enerjilərimiz daha çox bloklanmağa məşğul olur. Yəni bədənsel enerjilərimiz, cazibə və pul enerjilərimizi zəiflədə bilərsiniz. Böyük bir problem yoxdur. Düzdür, istədiyiniz, arzuladığınız planlarınız bu həftə tam istədiyiniz kimi həyata keçməsə də enerjiniz zəif deyil. 73%-ə qədər həftənizi uğurlu edə bilərsiniz qız bürcləri.